hekayə təsvir olunur. Oyunun əsas məqsədi alova hakim olmaq və onun əzəmətinə inanmaqdır. Buna görə də oyunçular öz aralarında kəskin və od üzərindən tullanmaq kimi cəsarətli hərəkətlər vasitəsilə bir-birlərinə üstünlük qazanmağa çalışırlar. Oyunda sonuncu nəfərin hakimiyyəti qəbul olunur və o toplayıcı, yəni şaman olur. Bu şəxsin avel deyə səslənişindən sonra hamı beylər hey nərəsi ilə bir yerə yığışır və beləliklə oyun sona çatır. Bu fikirlər Mehtap Üçevçevinin tədqiqatındandır. Fatih Uyan Niğde çevrəsində xalq oyunları və oyun müziklərinin tespiti adlı araşdırma işində mərkəzi kəndlərdə oynanan bu rəqsin təkcə davulun deyil, həm də davul və zurnanın müşayiəti ilə ifa edildiyini qeyd edir. O yazır ki, yerli sakinlərin söylədiyinə görə keçmişdə güləş yarışları keçirilir və toylardan əvvəl güləşçilər seçilirdi. Bundan sonra orta ölçülü tonqal qalanar və insanlar odun ətrafında rəqs edərək sinsin oyununu oynayarlar. Bu oyun üçün konkret bir fiqur müəyyən edilməyib. Yerli sakinlərdən bəziləri davulun ritminə uyğun olaraq gücünün çatacağı qədər onun üstündən tullanar, hər biri öz cəsarətini, çevikliyini və bacarığını bir-birinə nümayiş etdirmək üçün əlinə gələni edərdi. Halaylar sinsin oyunundan sonra başlayardı. Oyunu oynayan şəxs başqalarını əlləri ilə halaya qoşulmağa dəvət edərdi. Bu günlərdə həmin oyunu oynayanlara nadir hallarda rast gəlinir. Zəhmət olsa ikinci videonu da təqdim edək. Yəni ki, bu həm oyun kimi, həm də rəqs kimi müasir Anadolu türklərinin mədəniyyətində mövcuddur. Amma mənbələrdə göstərilir ki, sinsin Orta Asiya türkmənləri tərəfindən köçürülmüşdür. Türkiyənin Qaziantep bölgəsində yaşayan türkmənlər, Barak türkmənlərinin adı ilə bağlıdır. Yəni Anadolu türklərinin adı ilə bu mənbələrdə, heç bir mənbədə bu qeyd edilmir. Xorasandan, ən axırıncı dəfə 16-cı əsrdə Xorasandan deməli, Ağqoyunlu dövləti savaşında tayfa başçılarının bir-birinə yola getməməsinə görə köçürülmüşdülər. Bu Qaziantep bölgəsindədir. 92-ci ildə Ayhan Qılıç tərəfindən çəkilib, yerləşdirilib. Amma mən yaşlı nəsillər eşitmişəm ki, vaxtilə Naxçıvan bölgəsində çox yaşlı adamlar belə bir oyun oynayardılar. Cavanlar buraxılmırlar, yaşlıların oyunu olur. Hal-hazırda o qalmır, o bölgədə yoxdur. Çünki yaşlı nəsil dünyasını dəyişir, yallılar da itirilmək üzrədir. Demək olar çoxsu unudulur. Amma vaxtilə Azərbaycan qarşı sərhədlərində görülür ki, bizim bölgəyə də sirayət edir, onu göstərir. Sinsin, hamısı sinsin. Və burada başqa alətlər iştirak edə bilməz, ancaq davul və zurna olmalıdır. Vokal ifa müşayiət yoxdur. Hərsəm Türkiyədə Nanay Leylim adlı dil yağlıları var. Azərbaycanda buna dil yağlıları deyirlər. Qeyd elədim ki, Naxçıvan bölgəsi üçün səciyyəlidir. Amma Türkiyədə Nanay Leylim. Görünür ki, bu janrlar bir-birinə təsir göstərir. Əli yuxarı qaldırmağı, yəni ki, günəşə xitabdır da, o Tanrıya səcdə əlamət daşıyır. Bunu Neslihan Güzəloğulları da öz araşdırma işində yazır. Bir əlin aşağı, bir əlin yuxarıda olmaq, Oğuz için aşağı baxmağı, bunların hamısı simvolik mənaları var. Şamanlıqdan gələn bu xüsusiyyətlər özünü əks etdirir. Belə baxanda, yəni ki, müşahidə edəndə şamanlığın izlərini biz itirməmişik. Üzərlik salmadır, o üstündən tullanmaq, bir ayaq soxmaq.
Amma konkret fiqur müəyyən edilməyib. Yəni ki, fikir versəz, eləsi var arxaya gedir, eləsi var önə gedir. O əli yuxarı qaldırmalı, yerə... Yəni ki, o günəşə bağlıdır, günəş tanrıya sitayiş. Alır, aşağıya ötürür. Yəni, insan bədəni burada bir vasitəçi, ötürücü funksiyası yerinə yetirir. Həm də mənəvi təmizlənmə, paklanma. Məqsəd olur, əsas məqsəd. Təmizlənmə. Sonradan biz buna oxşar hansı əlamətləri sufi dərvişlərin səmavi rəqslərini izləyə bilərik. Türk alimləri bununla bağlı tədqiqatlar aparırlar. Onlar paralellər gətirirlər ki, yəni sufilərdə bu özünü hansı dərəcədə göstərir. Sufilərdə öz ürək oxu istiqamətində hərəkət edir. Sağdan sola. Sağdan sola, sağ dəqiqlərin əksinə hərəkət var. Öz ürəyin oxu istiqamətində. Burada isə baxın, əks hərəkətdə görürük. Yəni ki, o ümumi kodlar var ki, onlar itirilməyib. Bəli. Səma rəqsləri İslamın təsiri ilə yarandığına görə... Bəli. Səma rəqsləri... Yox, onu mən demək istəyirəm ki, İslamın təsiri ilə yaranır, hardası forma. Əslində kök buradan gəlir, mən elə düşünürəm ki, kök buradandır. Səmavi rəqsləri deyirəm. Səmavi rəqslər İslamın adı ilə bağlı olduğuna görə bəzi şeyləri itirə bilməyik İslam. İslamlaşdırıb. İslam çox şeyləri, şamanlığı itirə bilməyik. Çox sağ olun. İndi deməli, qeyd etmək lazımdır ki, Anadoluda ot kultuna inamın təzahür forması olan sinsin oyunu ilə yanaşı, həm də eyni adlı, dairəvi formada ifa edilən hala, yəni yalı rəqsi də mövcuddur. Onun sinsin oyundan fərqi bundadır ki, burada qadın və kişi iştirakçılar Azərbaycan yalı rəqslərində olduğu kimi bir-birlərinin əllərindən tutaraq birgə rəqs edirlər. Buna Cemil Demir Sipahi öz araşdırma işində toxunaraq belə yazmışdır. Türkiyənin cənub bölgəsində sinsin adlı bir halay, yəni xalq rəqsi mövcuddur. Sinsin halayı, sinsin oyunun ardından od ətrafında kişilər və qadınların birləşərək böyük bir dövrə halında oynadığı rəqsdir. İndi isə deməli, sinsin oyununa və sinsin halayının not yazılarına nəzər yetirək. Sonra isə üçüncü video zəhmət olsa, sonra isə həmin folklor nümunələrinin xoreografik dilində də biz qeyd onları izləyərik. Üçdən sonra zəhmət olsa 4. Üçüncü, bəli. Bu sinsin oyunudur. Nota yazan Muzaffer Sarı Sözən 97-ci il. Bəli, qoşa bilərsiniz. Addan Türk özüdən nota alınır. Bünyan bölgəsində. Bunun instrumental bağlamada ifa edirlər, yəni ki, tədris repertuarına daxil edirlər. Bu variant çox ifa olunur. Yallıda da biz bunu görürük. Bir qədər topa akselerant.
videoda isə biz sinsin halayını görəcək, eşidəcək. Not yazsın, dinləyək. Bunu bizim yallı kimi oynayırlar. Eyni adlı həm yallı var onlarda, həm deməli oyun var. Oyun, solo. O ətrafındadır, halay isə bizdəki yallı kimi. Əl-ələ, bir-əlinə tutarlar. Burada dayanır. Əsas o da melodiyanı biz eşitdik. Yəni ki, bu anlaşılmazlıq yaranmasın ki, sinsin oyunu nədir, sinsin halayı nədir? Yəni, Cəmil Demir Sifahət dediyinə görə, yəni Cənub-Şərqdə sinsin oyunundan sonra ən axırda halay kimi bunlar birləşib o da ətrafında rəqs edilmişdir. Bizim yallı rəqslərində olduğu kimi. Türkiyədə sinsin oyununun tarixi keçmişinə nəzər yetirdikdə, onun Orta Asiyadan Anadoluya köçmüş tayfa olan Barak türkmənlərinin adı ilə bağlı olduğu meydana çıxır. Mənbələrdə Barakların Cənub-Qərbi Anadoluda, əsasən Qaziantep, Nizip, Oğuzeli, Qaraqamış rayon və kəndləri ilə dağınıq halda yaşadıkları barədə məlumat verilmişdir. Onda bildirək ki, sinsin sözü Türkiyədə oyunun ifa edildiyi bölgələr üzrə simsim, sinidi, çındır, yaxud da yumruq oyun adlarını almışdır. Onun səssizcə hərəkət etmək mənasını verən sinməkdən əmələ gəldiyi barədə də mülahizələr mövcuddur. Fikrimizcə, alov ətrafında dönərək hərəkət edən iştirakçı öz ifası ilə qədim türk mədəniyyətində mövcud olan şamanlığın izlərini əks etdirir. Bunu Azərbaycan yallı rəqslərində də görə bilərik. Bu barədə Neslihan Erturalın araşdırma işinə nəzər yetirək. Sinsin od ətrafında çox vaxt musiqisiz, yalnız ritmlə müşahidə olunan xalq rəqsidir. Qaziantep bölgəsində oyun dairə şəklində ifa edilir. Qaziantepdə oyunun təşkili bölgədə usta oyuncu kimi tanınan yaşlı bir şəxsə həvalə edilir. Bu oyuncu oda ehtiramını bildirər, nərə çəkər. O sağ əlini qaldırıb, sol əlini aşağı salaraq, sanki şərdən qoruyurmuş kimi biləyindən bükülmə və titrəyiş hərəkətləri edər. Od və özü ətrafında fırlanar. Bu nərələr hey, hey, ho səsləri çıxarılaraq edilir. Səslər sanki gücün nümayişidir. Sinsin oyunun addımlarına baxdıqda, ümumiyyətlə dairəvi fırlanmalardan, hər iki ayaq üstündə sıçrayışdan, bir ayaq üstündə tullanmaqdan, qolları yanlara açılmış şəkildə sıçrayışdan, sağ əli yuxarı və daha sonra enərkən hoppanmaqdan və dönüş zamanı oyuncuların bir-birini vurmasından ibarətdir. Oyunun döyüş ilə başlaması, mərkəzdəki oyuncunun sağ əlini yuxarı qaldırıb öz ətrafında fırlanması, bu hərəkət müntəzəm olaraq hərəkəti ardıcıl şəkildə dairəvi təkrar etməsi şamanın kosmik səyahətini döyüşkən tərzdə təqlid edən bir görüntü yaradır. Qeyd edilənlərdən məlum olur ki, sinsin oyunu hazırda arxaik mahiyyəti itirsə də, o alov ətrafında dairəvi formada ifa ənənəsini saxlamaqdadır. Müasir dövrdə bunu başqa türk dilli xalqların etnoxoreologiyasını da müşahidə etmək olar. Müxtəlif mənbələrlə tanışlıq belə qənaətə gəlməyə imkan verir ki, göy tanrıya sitayiş qədim türklərin erkən dünya görüşü forması olaraq onların arxaik təfəkkür süzgəcinin ən dərin laylarından süzülərək müasir dövrümüzə qədər cilalanıb oyun formasını alaraq çatmışdır. Günəşin və arası kəsilməzliyin simvolu olan dairə müxtəlif xalqların mədəniyyətində, onların mərasim bayramlarında bu gün də özünü əks etdirir. Şakir İbrayev Qazaq türklərinin günəşi ana kimi qəbul etdiklərini, onu yer üzündə isti və yaxşılığı gətirən, diriliyin rəmzi kimi düşündüklərini bildirmişdir. Onun dediyinə görə Qazaq türk qadınları yeni gündə günəşin doğulmasını gözləyir və günəş çıxan kimi əyilib ona salam verərdilər. Elmi qaynaqlarda günəşi salamlamanın Azərbaycan xalqının da mədəniyyətində mövcud olduğu barədə məlumat verilmişdir. Günəşi salamlama ənənəsinə günəşi istiqbal deyərmişlər.
Bu Novruz ərəfəsində günəşin doğması və alqışlanması ilə əlaqədar keçirilən donatma mərasim tamaşasının digər adıdır. Ona günəşi dəvət də deyirlər. Bu barədə Elçin Aslanov öz araşdırma işində qeyd etmişdir. Günəşi simvolizə edən dairə türk xalqlarının etnoxoreologiyasında mühüm əhəmiyyət kəsb edir. Aliyə Şankibayevanın bildirdiyinə görə, şamanlıq dövründə dairə və dairəvi hərəkət özünün müqəddəsliyini saxlamış, xüsusi fikir və məna qazanmışdır. Fırlanma və Baksının dairədə gediş hərəkətləri xalqın dünyanı qavramasının əksidir. Ənənəvi təfəkkür və dünyanın köçərliyinin təqdim edilməsi ilə əlaqəlidir. Dairədə hərəkət xarici təzahür kimi şaman ayının daxili